Salam, hörmətli izləyicilərimiz. Xoş gördüm sizləri. Bugün sizlər üçün gözəl bir evimizi təqdim edirəm, mənzilimiz Masazır qəsəbəsində yerləşir. 16 mərtəbəli binanın 16-cı mərtəbəsi dubleks tipli mənzildir. Görürsünüz, tavanla döşəmənin arası 4 metr yarım. Çox gözəl bir mənzil. Demək olar ki, 2 otaqlı mənzildir, amma genişdir. 105 kvadrat yaşayış sahəsi var, 2 mərtəbə tipli mənzil. Bir şey xatırladım ki, hörmətli izləyicilərimiz, mənzildə televizor, divan, bir də soyuducu götürüləcək. Qalan nə varsa mənzil daxilində alıcıya təqdim olunacaq. İlk öncə balkondan başlayayım. Balkonumuz belə gözəl, kondisioner qalacaq, təzə kondisionerdir. Binada qaz var. Qazı açıb rahatlıqla istifadə edə bilərsiniz. Döşəmə ümumiyyətlə evimiz döşəmə keramogranit mərmər. Burada belə bir cihazlarımız var. Bu kombi əvəz edicidir. Elektriklə, amma kombidən, qazdan sərfəlidir. Bu kombi xətləri üçün, kombi evin istiliyi üçün, qızdırma üçün. Bu isə hamam xətti üçün nəzərdə tutulub, hamam mətbəx üçün isti suyu təmin etmək üçün. Çox gözəl təmir, qiymət super. Qiymət 85.000 manat. Real müştəri olsa qiymətdə mütləq cüzi endirim olunacaq. 105 kvadrat yaşayış sahəsi var. Evin də içində, qapıda da mühafizə, müşahidə kameraları mövcuddur. Evdə kondisioner var 45 kvadrat. Bu salonumuz, hörmətli izləyicilərimiz, salonu gördünüz. Giriş hissəyə keçəcəm. Evin bu giriş hissəsidir. Bura giriş hissədir, hörmətli izləyicilərimiz. Burada paltar şkafı, burada internet xəttimiz, sanitar qovşağı da göstərim sizlərə. Bu da evimizin giriş hissədə olan sanitar qovşaq hissəsi, duş kabinlə təchiz olunub, döşəmə, yerdən isitmə, bütün lazım aksesuarlar yaşam üçün evimizdə mövcuddur. Deməli, həm salondan, həm giriş hissədən mətbəxə keçidimiz var. Bax, belə bir mətbəx mebeli hazırlanıb. Çox gözəl formada qazı, moykası və aspirator işlək vəziyyətdə. Bax, bu cür. İkinci mərtəbəyə isə böyük bir yataq otağı var. Bax, buradan həm salondan, həm mətbəxdən keçid etmək olur. Çox qeyri-adi bir ev, gözəl zövqlə təmir olunmuş. Demək olar ki, rəng tonlarında ağ rəngi, ağ boya üstünlük verilibdir. Siz özünüz alsaz, mebellərinizdə bu rəng tonlarına uyğun dizayn verə bilərsiniz. Duz gölü panoramalı, gözəl 16 mərtəbəli binanın 16-cı mərtəbəsi. Radiatorlar var, kombi işlək vəziyyətdədir. İkinci mərtəbədə belə bir qəşəng yataq otağımız var. Alıb kirayə də verə bilərsiniz. Rahat 400 manata kirayə vermək olur. Burada belə bir yataq dəsti var. Kim istəsə böyük yataq dəsti də qoya bilər. Evimizdə yaşayış olmayıb. Demək olar ki, burada şkaflarımız da var. Balkonda həm salona, yataq otağında, həm də bax, belə bir çardaq pəncərədə açılıb örtülür. Belə bir şkaflar çox gözəl təmirdir. Təmirə aid işlər tamamdır, iş görməyəcəksiniz. Burada da belə bir paltar dolabımız var, hörmətli izləyicilərimiz. Bax, bu cür qəşəng yığılma paltar dolabıdır. Bunlar qalacaq. Bir də xatırladım, evimizdə soyuducu, televizor, bir də divan dəsti göstərim sizlərə. Ağ divan dəsti götürüləcək. Bu dolabın da özünə məxsus gizli yeri var, hörmətli izləyicilərimiz. Ekskluzivdir. Bu dolab açılıb bağlanır və burada gizli bir yer mövcuddur. Burada da gizli məxfi əşyalarınızı burada saxlaya bilərsiniz. Bilinmir, qapısını örtdüm və sürüşməli razıcına qapıdır. Heç nə görsənmir. Artıq əşyalarınızı, gizli əşyalarınızı bax, bu gizli məkanımızda saxlaya bilərsiniz. Bax, belə heç nə də bilinmir. Buranı da örtək. 105 kvadrat yaşayış sahəsi. Qiymət 85.000 manat. Endirim çox az olunacaq, çünki evin dəyəri 120.000 manatdır, hörmətli izləyicilərimiz. Bunu alıb belə 105.000
105 kvadrat. Bunu təmir eləmək elə şirkət özü bunu 1000 manatdan hər kvadratdan satır. Bir 20-30 mində bunun əşyalarına, təmirinə ehtiyacı var. Təcili olaraq satılır 85 min manata. Kim bu evin arzusundaysa, hörmətli izləyicilərimiz, videonun və yaxud da ki, kanallarımızda qeyd olunan əlaqə nömrələri ilə bizlə əlaqə saxlaya bilər. Bir daha xatırladıram, 105 kvadrat yaşayış sahəsi, qiymət 85 min manat, sənədləri qaydasındadır, tam yaşayışlı bir ev. Bu evə könlü düşən, arzusu düşən gəlib bizim vasitəmizlə baxış keçirdə bilər. Belə bir də qəşəng, böyük, 6-7 metr uzunluğunda dolablar var, dekorativ lampa. Evin içində də, çölündə də kameralar mövcuddur. Çox gözəl bir ev. Alıb 450-500 manata rahat kirayə vermək olar. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.